Yeni bir videodan herkese salamlayıram. Herkesin Novruz bayramını ve bahar bayramını təbrik edirəm. Bu videoda sizinlə birlikdə şirniyyat süfrəsini hazırlama videosunu çəkəcəm və eyni zamanda magnolia reseptini bölüşməyi düşünürəm. İlk öncə birlikdə səməni xonçamızı hazırlayaq. İçinə biraz aksesuarlar və qoz fındıq, çərəz, eyni zamanda şirniyyatlar əlavə edirəm. Hər kəs təbii ki, zövqünə görə hazırlaya bilər. Mən belə hazırlamaq istədim. İnşallah sizin üçün maraqlı olar. Sonra isə şirniyyat süfrəmi düzəldəcəm. Və gördüyünüz kimi səməni xoncam hazırdır. Maraqlı oldu məncə. Düzdür, aksesuarlarda son anda qərarımı dəyişdirib sağ tərəfə keçirdim.